Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Artıq 10-cu sınavın izahına gəlib çatdıq. 10-cu sınavda dünya nəqliyyatı və iqtisadi əlaqələr, Azərbaycanın iqtisadi rayonları və bəşəriyyətin qlobal problemləri mövzularından suallar düşüb bu sınava. Və bununla da biz ümumi proqramı yekunlaşdırırıq. Növbəti sınavlarda ümumi paylaşdığı ümumi sınavların izahlarını sizlərlə paylaşacağım. Gəlin başlayaq birinci sualdan. Deməli, qələmimizi götürək. Birinci sualda qeyd olunur ki, xəritə sxemə əsasən ərazisindən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri keçən iqtisadi rayonları müəyyən edin. Deməli, baxın dəyərli dostlar, biz bilirik ki, neft və qaz kəmərləri Bakı Novorosiyskdir Rusiyaya gedən bu Quba Xaçmaz, deməli, Bakı Abşeron Xızıdan keçir. Bir də Bakı Tbilisi, Ceyhan, Bakı Ərzurum. Bunların hamısı da baxın, deməli, Şirvan Salyanla və deməli, beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərinin keçdiyi əraziləri bizdən istəyir və biz burada götürməliyik mərkəzi Aran iqtisadi coğrafi rayonunu. Deməli, digərlərindən isə beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri keçməz. Düzgün cavab olacaq 4 və 6. B variantı. İkinci sualda qeyd olunur, tullantıları təkrar emal sahəsində qabaqcıl yer tutan ölkələr. Tullantıların təkrar emalı sahəsində biz əsasən qeyd edirdik ki, bu ölkələr İsveçrədir, Yaponiyadır, deməli, Almaniyadır. Baxın, elə C variantında da bunlar qeyd olunur. Meksika olmaz, İtaliya, Yunanistan olmaz, Yaponiya, Rusiya, Çin olmaz, Braziliya, Almaniya, Niderland. Baxın, tullantıların təkrar emalı sahəsində qabaqcıl yer tutan ölkələr olacaq. İsveçrə, Almaniya və Yaponiya. Beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyil. Valyuta mübadiləsi aiddir. Kreditlərin verilməsi aiddir. Daşınmaz əmlakın alqı-satqısı xeyr, belə bir şey yoxdur beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərində. Qiymətli kağızların alqı-satqısı aiddir. Qızıl fondlarının təşkili aiddir. Deməli, C variantı olacaq beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid olmayan variant. Dördüncü sualda isə qeyd olunur, əlamətlərin aid olduğu iqtisadi rayonu müəyyən edin. Pambıqçılıq və bostançılıq inkişaf etdirilir. Şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Cənub dirəsi Şirvandadır. Bu olacaq Şirvan Salyan. Və yodlu bromlu su yataqları, bu da Neftçaladadır əsasən. Neftçala Salyanda, Babazana, Xıllı, Böyükşər və s. Düzgün cavab olacaq 4-də C variantı. 5-də isə il ərzində qeyd olunur ki, A ölkəsində ticarət dövriyyəsinin 25%, yəni 35 milyard dollar ABŞ dolları ixalın payına düşərsə, ixracın dəyərini hesablayın milyard ABŞ dolları ilə. Çox rahat şəkildə bunu həll edə bilərik. Yazırıq ki, 35 milyard dollara 25% və biz burada 100%-i taparıq. 100%-i isə olacaq X, deməli, X faiz olacaq. Deməli, biz bu tənasübü ilk öncə həll etməliyik. Tənasübü həll etdiyimiz zaman 100-ü vurarıq 35-ə, bölərik 25-ə. Bu da edəcək 140. 140 nə olacaq? Ümumi saldo olacaq. İdxal və ixracın cəmi. Deməli, bunun 35 milyardı idxaldırsa, ixracı necə taparıq? 140-dan da, baxın, X burada bərabər oldu 140-a. 140-dan da idxalı çıxarıq, 35 milyardı taparıq ixracı. Bu da edəcək əlbəttə 105 milyard ABŞ dolları. 6-da qeyd olunur, SSS istiqamətli turizmdən daha çox gəlir əldə edən ölkələr. Biz bilirik ki, turizmin 2 istiqaməti var idi. L və SSS. SSS o idi ki, abreviaturaların qısaldılması idi. Sea, Sun, Sand, yəni dəniz, günəş qumu və əsasən okeana çıxışı olan, çimərlikləri ilə məşhur olan ölkələr aid idi. L isə əsasən asudə vaxt peysaja olan dağlıq, meşəli ölkələr aid idi. Baxın, SSS-ə deməli aid olacaq İspaniya, Bahama adaları malıdır. Bunların çimərlikləri məşhurdur. Baxın, Avstriyanın heç okeana çıxışı yoxdur. Boliviyanın, Qazaxıstanın, deməli, həmçinin, Marın həmçinin. B variantı olacaq SSS istiqamətli turizmdən daha çox gəlir əldə edən ölkələr.
yəni dəniz turizmi ilə, çimərlik turizmi ilə məşğul olan ölkələr. 7-ci sualda qeyd olunur, uyğunluq pozulmuşdur. Baxaq. Kapital ixracı ölkələr arası investisiya qoyuluşu, bəli, düzdür. Görünməz ixracat müxtəlif növ xidmətlərin göstərilməsi təbii ki, kompensasiya sazişi faydalı qazıntı yataqlarının birgə istismarı olmaz. Kompensasiya sazişi olacaq xarici şirkətlərin ölkələrə kreditlər verməsi. Aydındır, onun üçün bu yanlışdır, C-ni götürərik. D-də beynəlxalq ticarət, ölkələr arası ticarət. Bəli, beynəlxalq turizm müqəddəs yerlər. Bəli, buna müqəddəs yerlər də ola bilər, başqa şəhərlər, ölkələr də ola bilər. Ümumi müqəddəs yerlərin ziyarəti də beynəlxalq turizmə aiddir. Deməli, uyğunluq pozulub C variantında. 8-də qeyd olunur, qonşu iqtisadi rayonlar arasında əlaqələndirici mövqeyə malik olmayan iqtisadi rayonlar. Baxın, burada Lənkəran Astaradır. Çünki Lənkəran Astarahan artıq sərhəddədir, İran İslam Respublikasına keçirir və heç bir iqtisadi rayonu əlaqələndirmir. Həmçinin Qazax Tovuzdur və Quba Xaçmazdır. Bunlar yerləşdiyi coğrafi mövqeyə uyğun olaraq heç bir iki qonşu iqtisadi rayonu əlaqələndirmir. Baxın, Şəki Zaqatala əlaqələndirəcək. Qarabağ həmçinin mərkəzdədir demək olar ki, Milmuğan həmçinin. Bunlar aid olmayacaq. Bunu siz iqtisadi rayonların xəritəsinə baxıb aydın şəkildə görə bilərsiniz. Düzgün cavab 8-də olacaq A variantı. 9-da isə qeyd olunur, beynəlxalq maliyyə mərkəzlərinin daha çox yerləşdiyi inkişaf etməkdə olan ölkələr. Biz bu qədər Braziliyanı, deməli, Braziliyanı, Hindistanı, Çini, həmçinin varlı ərəb ölkələrini, neft ixrac edən ərəb ölkələrini götürə bilərik. Baxın, elə Yeni Zelandiya inkişaf etmiş ölkədir. Olmaz, İsrail, Singapur inkişaf etmiş ölkədir, Zar inkişaf etmiş ölkədir. Bu şəkildə də tapa bilərik. İnkişaf etməkdə olan ölkələri çünki bizdən istəyir. Bunlar da olacaq Braziliya, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri. Onda qeyd olunur, hər 100 km2-a düşən dəmir yolu sıxlığının artmasına görə ardıcıllığını müəyyən edin. Deməli, biz bunu necə tapırdıq? Bunların qarşısından yazacağım. Çox sadə, ölkələrin sahəsini, baxın, sahə, bölünsün dəmir yollarının ümumi uzunluğu 1000 km. Elə bu şəkildə yazıram, uzunluq, dəmir yollarının uzunluğu. Ölkələrin sahəsini dəmir yollarının uzunluğuna bölməklə tapa bilərik. İndi mən bunları bölmüşəm, hazır qeyd edirəm. Baxın, birdə olacaq, Yaponiyada olacaq, deməli, 18,9. Almaniyada olacaq 8,7. Almaniya dünyada dəmir yollarının ən sıx olduğu ölkədir. Çin olacaq 64. Hər 100 km2-da 64. Aha, deməli, baxın, bizdən burada deyir ki, artmasına görə ən az olacaq Çin. Deməli, olacaq 3, daha sonra olacaq Almaniya 1 və ən sonda ən sıx, daha doğrusu Yaponiya və ən sonda ən sıx Almaniya 2. 3, 1, 2. 10-cu sualın düzgün cavabı olacaq A variantı. 11-ci sualda isə qeyd olunur, Euler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Avtomobil nəqliyyatı, boru kəmər nəqliyyatı. İnkişafı təbii ehtiyat və tranzit coğrafi mövqeyi ilə əlaqədardır. Bu təbii ki olacaq boru kəmər nəqliyyatı. Çünki, məsəl üçün, təbii ehtiyatların neft və təbii qazın ixracı zamanı boru kəməri nəqliyyatı istifadə olunur. Avtomobil nəqliyyatına bunun aidiyyəti yoxdur. Mərkəzi Avropada sıx şəbəkəyə malikdir. Deməli, bu olacaq əlbəttə ki, avtomobil nəqliyyatı. Mərkəzi Avropada boru kəmər nəqliyyatı sıx deyil. Daşıdığı yüklərin növ tərkibi zəngin deyil. Bu təbii ki, boru kəməri olacaq. Ancaq dediyim kimi, neft və təbii qaz avtomobil nəqliyyatında daha zəngin olur. Əksər ölkələrdə əsas ticari nəqliyyat növüdür. Təbii ki, avtomobil. Etin inkişafına təsir göstərmişdir hər ikisi. Deməli, avtomobil nəqliyyatı olacaq 2-4, boru kəməri nəqliyyatı 1-3 və hər ikisinə aid oxşar 3-5. Düzgün cavab 11-ci sualda E variantı. 12-ci sualda isə qeyd olunur, Azərbaycanın müvafiq olaraq ixrac və idxal etdiyi məhsullar. Xam neft, taxıl. Taxılı biz ixrac etmirik, idxal edirik. Meşə materialları, təbii qaz, benzin, şəkər. Xeyr, benzin, şəkər də olmaz. Şərab, mahluc, ixrac, meşə materialları, dərman, idxal. Baxın, bu uyğun gələcək, digərlərinə baxaq. Təbii qaz, maşın avadanlığı ixrac etməli, sürücü yağlarda ixrac etməli. Baxın, elə C variantı olacaq, düzgün cavab. Azərbaycanın ixrac məhsulları olacaq şərab, mahluc, idxal isə olacaq meşə materialları, dərman və s.
ixrac və idxal məhsullarını qeyd etmirəm ki, vaxtımız çox getməsin. 13-cü sualda qeyd olunur, azad iqtisadi zonalara aid xüsusiyyətləri müəyyən edək. Deməli, aizlər yalnız xarici bazara xidmət edir, xeyr, daxili bazara da xidmət edir. Biri çıxarır. Aizlər inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qalxmasına şərait yaradacaq. Əlbəttə, elə bunun əsas fəaliyyət istiqamətlərindən biri də bu idi. Aiz ölkə ərazisinin bir hissəsi olub, müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Aiz ölkə ərazisinin bir hissəsi olub, müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Bəli, bunu da götürə bilərik. 4-də isə qeyd olunur, aizlərə investisiyalar cəlb olunur, yeni iş yerləri açılır, mütləq. 5-də son dövrlər aizlərin inkişaf etməkdə olan ölkələrin arasında köçürülür, xeyr. 6-da aizlərin yaradılmasında əsas məqsəd xam mal ixracını həyata keçirməkdir, xeyr. 2, 3, 4, yəni B variantı olacaq aizlərin əsas xüsusiyyətləri. 13-də isə qeyd olunur, fraxtdan daha çox gəlir əldə edən ölkələr. Frax nə idi? Dəniz nəqliyyatında ucuz bayraq prinsipi ilə üzmək. Baxın, daha doğrusu gəlir əldə etmək vergilər sayəsində. Bu da aid olacaq, biz əsasən deyirdik Panama, Liberiya və Singapur. Baxın, Lüksemburqdur, Ekvadordur, Belizdir. Bunlar dəniz nəqliyyatı bunlarda inkişaf etməyib. Düzgün cavablar olacaq 1, 2 və 4, yəni A variantı. 15-də qeyd olunur, yüksək dağlar, arktik və tropik səhralar, ekvatorial cəngəlliklər ətraf mühitin ekoloji vəziyyətinə görə hansı qrupa aid edilir? Təbii vəziyyət əlbəttə ki, bunlarda ekoloji mühit pozulmayıb çünki. 16-da qeyd olunur, əhalinin milli tərkibinin yekcins olduğu iqtisadi rayonlar, Şəki, Zaqatala, Quba, Xaçmaz, Lənkəran, Astara təbii ki olmaz. Qazax Tovuz olacaq, Naxçıvan olacaq və Şirvansalyan olacaq. 1, 5, 6. Düzgün cavab E variantı. 17-də qeyd olunur ki, Mərkəzi Aran və Şirvansalyan iqtisadi rayonlarına aid oxşar xüsusiyyətləri müəyyən edin. Şəkər çuğunduru becərilir. Bu Mərkəzi Arana aiddir, Şirvansalyana yox. Hidroenerji ehtiyatlarından istifadə edilir. Bu da həmçinin Mərkəzi Arana uyğun gələr. Yodlu bromlu su ehtiyatlarına malikdir. Yodlu bromlu su Şirvansalyanda da əsasən fərqlidir. Elektroenergetika müəssisələri hər ikisində olacaq. Şərq, qərb nəqliyyatı, bəli, hər ikisinin üzərindədir. Hər ikisinin üstündən keçir şərq-qərb nəqliyyatı dəhlizi. 4 və 5 düzgün cavab olacaq. Şirvansalyan və Mərkəzi Aran iqtisadi rayonlarının oxşar xüsusiyyətləri olacaq D variantında. 18-də isə qeyd olunur, iqtisadi rayonların ərazisinin mütləq hündürlüyünə görə azalan sırasını müəyyən edir. Şərqi Zəngəzur, Mil, Muğan, Mərkəzi Aran, Qazax Tovuz. Baxın, ən yüksək olacaq təbii ki, Şərqi Zəngəzur. Düzdürmü? Daha sonra olar Qazax Tovuz. Mil, Muğan, Mərkəzi Aranı müqayisə etsə, Mərkəzi Aran daha çox qərb istiqamətdə olduğu üçün Mərkəzi Aran və ən sonda Mil, Muğan. Çünki biz qeyd etmişdik, Azərbaycan ərazisinin konfigurasiyası o formadadır ki, deməli, şimal-qərbə getdikcə relyef yüksəlir. Onun üçün biz qərb istiqamətində olan ərazilərin daha hündürdə olduğunu, şərqdə olan, xüsusilə Kür-Araz ovalığından şərqə getdikcə isə Xəzər dənizinə doğru relyefin alçaldığını müəyyən müşahidə edirik. Deməli, baxın, olacaq 1, 4, 3, 2. Yəni B variantı. 19-da qeyd olunur, dünya okeanına daha çox çirklənməyə məruz qalan hissəsi. Biz deyirdik, əsasən bu təbii ehtiyatların ixrac olunduğu, çıxarıldığı, neft və qazın olduğu ərazilər olacaq. Baxın, 1 olacaq, bəli, Meksika körfəzi, 2 olacaq, bəli, Şimal dənizi, 3 olacaq, bəli, İran körfəzi. 5-dir, 4-dür, 6-dır, bunlar olmaz. Bunlar əsasən intensiv şəkildə istifadə edilməyən hissələrdir. 1, 2, 3. Düzgün cavab B variantı. Baxın, bunların hər üçündə neft qaz çıxarılır. Həmçinin üçbucaq şəklində. Onun üçün bunlar ən çox çirklənməyə məruz qalan ərazilərdən biridir. Uyğunluq gözlənilmişdir. Filadelfiya, La-Manş, Hamburq. Filadelfiya ABŞ-ın limanıdır. La-Manş, Hamburq. Bəli, baxın, biz Filadelfiyadan çıxıb La-Manşdan keçib Hamburqa çatmalıyıq, Almaniyada. Rastanura, Hörmüz, Şanxay. Rastanura, deməli, hansı ölkənin limanı idi? Cənubi Afrika Respublikasının, düzdürmü? Yox, Səudiyyə Ərəbistanın
Orasından rast Səudiyyə Ərəbistan, Hörmüzdən keçib Şanxaya, bəli, bu da düzgündür. Daha sonra Dampir, Malakka, Nagoya. Dampir Avstraliyanın Hind okeanındakı limanıdır. Malakkadan keçib Nagoya, Yaponiyaya. Xeyr, biz Dampirdən Nagoyaya getdiyimiz zaman Malakkadan keçməli deyilik. Bu yanlışdır. Marsel, Fransanın Aral dənizində Lion körfəzindəki bu limanı. Babəlməndəb, Tubaran. Deməli, Tubaran da Braziliya. Xeyr, biz buna Cəbəlli Tərirdən keçib gedə bilərik. Tubarandan keçməməliyik. Bu da yanlışdır. İskəndəriyyə, Misir, Hörmüz, Xariq, İran. Bəli, biz Misirdən İrana getmək üçün bu limanlar arasındakı əlaqə yaratmaq üçün Hörmüz boğazından keçməliyik. Düzgün cavab olacaq 1-2-5, yəni B variantı. 21-ci sualda qeyd olunur ki, Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi hansı iqtisadi rayonun ixtisaslaşması düzgün verilməyib. Quba-Xaçmaz meyvəçiliyi olacaq, gecə yetişən meyvəçiliyi. Abşeron-Xuzlu kimya məhsulları əlbəttə. Milmuğam, pambıq, bəli. Şirvansalyan, şəkər. Baxın, Şirvansalyan olmayacaq şəkər istehsalı. Şəkər istehsalı olacaq Milmuğam. İmişlidədir şəkər zavodu. Onun üçün Şirvansalyanda şəkər istehsalı yanlışdır. Lənkəran aslara tərəvəzçiliyi düzgündür. Deməli, düzgün verilməyən variant olacaq D. 21-ci sualın cavabı olacaq D. 22-də qeyd olunur insan inkişaf indeksinə aid göstərici deyil. Müdaxilə məhsulun adam başına düşən həcmi bəli. Təhsil alanların sayı bəli. Adam başına düşən meşə sahəsi xeyir əlaqəsi yoxdur. Hər 1000 nəfərə düşən təbii artım əlaqəsi yoxdur. Orta ömür müddəti aiddir. Ölkədə olan ali təhsil müəssisələrinin sayı aid deyil. 3, 4, 6. E variantı olacaq 22-ci sualın düzgün cavabı. 23-də isə qeyd olunur müəssisə enerjiyə olan tələbatını ödəmək üçün il ərzində 50.000 ton neft istifadə edir daha doğrusu. Nefti əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır. Biz bilirdik ki, neftin şərti yanacağı nə qədər idi? 1,5 vahidi. Çox rahat şəkildə bunu taparıq. Nə edərik? 50.000 tonu vurmalıyıq 1,5-ə. Və beləliklə biz nə edərik? Nefti daş kömürlə əvəz edən zaman nə qədər daş kömürün istifadə ediləcəyini taparıq. 50.000-i də 15-ə vurduğumuz zaman bu da edəcək 75.000. 75.000 ton daş kömür. 23-cü sualın cavabı 75.000 ton. 24-də isə qeyd olunur xəritə sxemi əsasən turizm, rekreasiya ehtiyatları ilə zəngin olan ərazilər. Baxın, bir olmaz. Bu mərkəzlərlə yarım səhra ərazidir. Burada nə turizm, rekreasiya olacaq? Ceyrançöl olmaz. Baxın, 3 olacaq Zaqatala Lağıcda. Bunlar turizm əraziləridir. 4 olacaq Quba-Xaçmazda, 5 olmayacaq. Milmuğandır və 6 Lənkəran Astara iqtisadi rayonunda. Bunlar turizm rekreasiya ehtiyatları ilə zəngin olan ərazilərə aiddir. Yəni 3, deməli 4 və 6. 24-cü sualın düzgün cavabı 3, 4 və 6. 25-də qeyd olunur hava nəqliyyatı ilə daha çox yük daşıyan ölkələr. Baxın, Çili olmaz, ABŞ olacaq. Avstriya olmaz. Çin olacaq, Almaniya olacaq. İspaniyada müqayisə etsək bu 5-6 ölkənin arasında olmaz. Elə deyilmi? Düz dedik də, yəni ki, bəli, belə olacaq elə. ABŞ, Çin, Almaniya, 2, 4, 5. Bu ölkələrin arasında hava nəqliyyatı ilə daha çox yük daşıyanlar bunlardır. Qeyd edək bir daha burada 2, 4 və 5. 25-ci sualın düzgün cavabı. 26-da deyir, xammal ixracının üstünlüyü təşkil etdiyi limanları müəyyən edin. Bu əsasən inkişaf etməkdə olan və xammal ixrac edən ölkələrdə olan deməli, limanları biz seçməliyik. Xammal ixracının, yəni baxın, inkişaf etməkdə olan ölkələr əsasən xammal ixrac etdiyi üçün onları çıxarır və xammalı ixal edən ölkələri götürərik. Baxın, Antwerpen Belçikadadır. Belçika xammalı əsasən ixal edir, düzdürmü? İxrac etmir. Çünki orada elə də faydalı qazıntı yoxdur ki, ixrac etsin. Biri götürəcəyik. 2-də Tampa. Tampa ABŞ-dadır. ABŞ-da faydalı qazıntılar, mineral ehtiyatları çox olsa da,
İxracla yanaşı idxal da edir. Onun üçün baxın Tampa'mıza götürəcəyik. Tampa'da idxal olunan ərazidir. Port Hedland yerləşir Avstraliyada. Avstraliya əsasən nə edir? İxrac edir. Onun üçün deməli bunu götürməliyik. Bizdən idxalı soruşur. Buradan əsasən ixrac olunur. Tiba yerləşir Yaponiyada. Bəli, Yaponiyada faydalı qazıntı ilə zəngin olmadığı üçün ixrac deyil. Əsasən xam malı idxal edir. Tubaran Braziliyada, Rastanura Səudiyyə Ərəbistanda. Bunlar da nə edəcək? Braziliyadan dəmirdir, boksitdir, Rastanuradan, Ərəbistandan neft qaz ehtiyatlarıdır. Əsasən bunlar ixrac olunacaq. Xam mal idxal olunmayacaq. Deməli, 1 olacaq, 2 olacaq və 4 olacaq. Düzgün cavablar. Keçirik 27-ci suala. Uyğunluğu müəyyən edin, qeyd olunub. Baxın, 1 olacaq Milmuğan, 2 olacaq Lənkəran Astara, 3 olacaq Şəki. Şəki Zaqatala iqtisadi rayonları. Yevlax Ağcabədi Bəhrəmtəpə avtomobil yolu təbii ki Milmuğandan keçəcək. 1 olacaq A. İpək kombinatı olacaq Şəkidə. B. B. Əhalinin sayına görə respublikada ikinci yerdadır. Təbii ki Lənkəran Astara olacaq əhalinin sayı daha çox olan. İkinci. Çayçılıq ixtisaslaşmış sahə olacaq Lənkəran Astarada. 2D. Pambıq şəkər çıxındırının emalını həyata keçirən müəssisələr Milmuğanda. Bu da olacaq D. Baxın, 1 olacaq. Qeyd edək. A və D. Milmuğan. 2 olacaq. Lənkəran Astarada. C və D. 3 olacaq. Şəki Zaqatalada isə deməli B. İpək kombinatı. Aha. Keçirik indi situasiya tipli tapşırıqlara. Situasiya tipli tapşırıqlarda qeyd olunub ki, yer kürəsində, deməli, yer kürəsində içməli su ehtiyatları kifayət qədər olsa da, su çatışmazlığı problemi qlobal miqyas almaqdadır. İçməli su ehtiyatlarının çox hissəsi əhalinin məskunlaşmadığı ərazilərdə toplanmışdır. Bu sulardan geniş miqyasda istifadə etmək hələlik mümkün deyil. Tədqiqatçılar içməli su probleminin gələcəkdə digər problemlərdən daha ciddi ola biləcəyini proqnozlaşdırırlar. Hazırda yer kürəsində 700 milyon nəfər insan su qıtlığından əziyyət çəkir. Aha, təbii ki. İndi baxaq tapşırıqlara. 28-də qeyd olunur ki, mətnə əsasən şirin su ehtiyatlarının çox hissəsinin toplandığı əraziləri və bu ərazilərdə əhalinin məskunlaşmamasının səbəbini müəyyən edin. Biz qeyd etmişdik ki, şirin su ehtiyatlarının əsas hissəsi olacaq Antarktidada, Qrenlandiyada, Şimal qütbünün ətrafı Arktika ərazilərini götürə bilərik. Bu ərazilər ekstremal ərazilər olduğu üçün, təbii şəraitləri sərt olduğu üçün burada əhali məskunlaşmayıb. Aydındır, 28-ci sualın düzgün cavabı olacaq bu şəkildə. Deməli, bu ərazilər olacaq Antarktida, Qrenlandiya, Arktika. İnsanların burada yaşamamasının səbəbi olacaq ekstremal, sərt, soyuq ərazilər olması. 29-da qeyd olunur ki, hansı qlobal ekoloji problemin təsiri nəticəsində mətndə göstərilmiş içməli su mənbələri yox olmaq təhlükəsi altındadır. Əlbəttə, qlobal istiləşmə. Biz qeyd edirdik ki, qlobal istiləşmə nəticəsində buzlaqlar əriyir və buzlaqlar deməli, deyir ki, ekoloji problemlərin təsiri nəticəsində mətndə göstərilmiş içməli su mənbələri yox olmaq təhlükəsi altındadır. Təbii ki, biz yenə qeyd edirik, bu olacaq qlobal istiləşmə. 30-da qeyd olunur ki, mətndə verilmiş qlobal problemin səbəb ola biləcəyi digər problemləri müəyyən edib yazın. Yəni, su qıtlığının bu qlobal istiləşmənin təsirindən yaranan su qıtlığının digər hansı problemləri yaratdığını bizdən istəyir. Baxın, məsəl üçün, bu təbii ki, əsasən biz qeyd edirik, Afrika ölkələrində su qıtlığı müşahidə edilir və bu ölkələrdə əsasən, baxın, kənd təsərrüfatının məhsuldarlığı aşağı düşəcək. Çünki biz bilirik ki, Afrika ölkələri əsasən, deməli, kənd təsərrüfatı ilə iqtisadiyyatların əsas hissəsini kənd təsərrüfatı tutur. İnsanların əsas qida mənbələri kənd təsərrüfatına deməli tabedir və bunun üçün kənd təsərrüfatında da su çatışmazlığı olanda məhsuldarlıq aşağı düşəcək. Aydındır. Və bu da öz növbəsində insanların səhhətinin də pisləşməsinə səbəb olacaq. Baxın, bunlar bir-biri ilə əlaqəli olan məsələlərdir. Həmçinin sənayenin zəifləməsinə səbəb olacaq. Çünki sənayedə də sudan istifadə olunur. Ekoloji miqrasiyaya səbəb olacaq. Bunlar da 30-cu sualın əsas deməli problemləridir. Sınağı da yekunlaşdırdıq. Dərsdə
üçün